Mən deyəndə ki, məsələlərə yanaşmamızda konseptual fərqlər var. Mən elə bax, bunu nəzərdə tuturam. Bəy Milli Məclisin üzvüdür. Yeni Azərbaycan Partiyasının, hakim partiyanın rəhbər şəxslərindən biri və onun sözçülərindən biridir. Sərbəst toplaşma azadlığı haqqında danışanda deyir ki, ona yer ayrılıb da, gedin Qaradağda sərbəst toplaşmaq azadlığınızı həyata keçirin. Halbuki, Azərbaycan Respublikasının konstitusiyasında Azərbaycan vətəndaşlarının sərbəst toplaşma hüququ ayrıca bir məkanda yox, hər yerdə tanınır. Yalnız konkret ünvanlar göstərilir sərbəst toplaşma azadlığı haqqında qanunda ki, dövlət binalarının 200 metrlik radiusunda, nə bilim, hərbi obyektlərin yanında, cəza çəkmə müəssisələrinin yanında olmaz. Konkret göstərilir, harada olmaz. Amma qalan hər yerdə Azərbaycan Respublikasının bütün ərazisində Azərbaycanın konstitusiyasına görə, Azərbaycanın sərbəst toplaşma azadlığı haqqında qanununa görə Azərbaycan vətəndaşlarının sərbəst toplaşma hüququ tanınır. Söz və ifadə azadlığı. İnsanlar dediyi sözə, ifadə etdiyi fikrə görə həbs oluna bilməz, həbs cəzasına məhkum edilə bilməz. İstəyirəm ki, söz və ifadə azadlığının çərçivələri müəyyənləşməlidir. Nə olar, nə olmaz. Məsələn, Quran yandırmaq olmaz. Tutaq ki, elə dövlət var ki, olar, elə dövlət var ki, olmaz. Yəni, deyək ki, insanların dini inanclarını tətbiq etmək olmaz. Bu məsələlər verməyin. Rəvan Azadlığın niyə müxalifət gedib miting keçirir? Niyə mən deyəcəm? Niyə Qaradağda o Lökbatan əhalisi gedib orada miting keçirə bilər? Mən Bakıda yaşayıram. Mən niyə gedib Qaradağda miting keçirməliyəm? Dünyanın, bilirsinizmi, bu bəzən deyirlər ki, bu mitinglər bir keçmişin qalığıdır, bu miting havasında yaşayırlar. Siz hansısa bir geri qalmış ölkədə, məsələn, fərz tutaq ki, məsələn, postsovet məkanında geri qalmış ölkə hesab edək, məsələn, Tacikistan. Ya tutaq ki, Türkmənistanda, orada mitinglər olur mu? Yox. Və yaxud da, məsələn, deyək ki, dünya çapında geri qalmış ölkə... İnkişaf eləmiş ölkələr mitinglərin hesabından inkişaf eləyiblər. Həm də, yəni ifadə azadlığı, adamların öz ifadələrini azad şəkildə ifadə etmək hüququ. Yəni bunu hakim partiya, o hakimiyyətdə Müsavat Partiyası da olsa, Yeni Azərbaycan Partiyası da olsa, dövlətin rəhbəri Yeni Azərbaycan Partiyasının, Müsavat Partiyasının nümayəndəsi də olsa, bu dövlət rəhbərinin, hakim partiyanın, şəhər icra hakimiyyətinin mülahizəsi əsasında müəyyənləşməməlidir. Bu məsələlər hamısı qanunla tənzimlənməlidir. Demokratik düşüncə tərzi odur ki, insanlar öz azad sözünü hər yerdə deyə bilərlər. Harada deyə bilməzlər, qanunda göstərilibdir. Qanunda göstərilib harada deyilir. Dövlət binalarının yanında təcrid. Konkret, hətta belə bir hadisə baş verdi. Əvvəl dövlət binalarının 300 metrlik radiusu idi. Sonra Avropa Şurasının, Venesiya Komissiyasının tələbi ilə o 200 metrə endirildi. Biz dəfələrlə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdik ki, məsələn, Bakı Şəhər İcra Hakimiyyətinin 200 metrlik radiusunun istənilən yerində bizə piket keçirməyə icazə verin. Ona da icazə vermədilər. Bilirsiniz nə yazmışdılar ora? Bakı Şəhər İcra Hakimiyyəti bunu məqsədə uyğun hesab etmir. Bu məqsədə uyğun hesab etməməklə vətəndaşların prioritet hüququ olan sərbəst toplaşma hüququ pozula bilməz. Jurnalistlər onların yazdığı yazılara görə, apardıqları araşdırmalara görə həbs oluna bilməz. Siyasətçilər verdiyi siyasi bəyanatlara görə, tənqidi mövqelərinə görə həbs edilə bilməz. Yəni bu məsələlər mövcud olan heç bir ölkə inkişaf edə bilməz. Söhbət bundan gedir. Yəni, avtoritar idarəçilik sistemi cəmiyyəti inkişafdan, dövləti inkişafdan saxlayan bir sistemdir, mexanizmdir. Ona görə Azərbaycan bundan imtina etməz.